yaşamaq, gözəl yaşamaq, bütün arzularına çatmaq, özünə və sevdiklərinə gözəl həyat tərzi bəxş etmək. Bütün bunlar insanoğlunun uğrunda hər şeyə əl atdığı gerçəklikdir. İstədiklərini əldə etsə də bəzən bu arzular onu uçuruma da apara bilir. Nəysə qazanmaq istədiyi halda çox şey itirmiş olur. Şəhla Muxtarova Kəlbəcər rayonundan məcburi köçkündür. 32 yaşı var, 5 uşaq anasıdır. Məişət münaqişəsi zəminində qonşusu Ələddini öldürüb. Törətdiyi cinayət hadisəsinə görə ona 7 il həbs cəzası verilib. Yolu bura düşənə qədərsə, onun çətin də olsa azad və sakit həyatı vardı. Orta məktəbdə bitirmişəm, üstad bitirmişəm, amma işləməmişəm, imkanım olmayıb. Hansı üstü bitirmişsən? Müəllimlər üstü. Ailəmiz böyük oldu, 4 bacı olmuşuq, 2 qardaş. Heç vaxt bizim ailəmizdə söz-söhbət olmuyor. Pis söz, pis kəlmə işlədən olmuyor. Çox gözəl mehribanla dolanmışıq. İnstitut bitirməmişik, ailə qurmuşam. Yoldaşım Gəncədə bir xalamgil olurdu. Texnologiyanın ofisleri deyirlər. Orada elə bil olurdular, xalamgildə elə bil onlar 2-də qalırdılar, xalamgil 3-də. Mən elə bir xalamgilə gedəndə oradan gördüm, tanış oldum, qaçırdım. Onda 1-ci kursa gedirdi. Bütün qaçdım, toy, barışıq, hamısını elədik, diplomumuz adını aldıq. Şəhla artıq 2 ildir ki, həbsxana həyatı yaşayır. Dediyinə görə hər şey oğlu Eltacın xəstəliyi ilə mübarizədən başladı. Şəhla həyat yoldaşı mübarizlə birlikdə qazanc əldə etmək, Eltacın müalicəsinə pul toplamaq üçün övladlarını da götürüb Yevlax rayonuna işləməyə gedirlər. Uşaq xəstə idi, balaca uşaq, Eltac xəstə idi, imkanımız da çatmadı. Elə vəziyyətə gəldi ki, evin əşyalarından da belə satdıq, uşağın dərmanla verdik. Gördük ki, tabii dolanmaq mümkün deyil. Uşağın dərmanı, uşaq yerimirdi, uşaq danışmırdı. Uşaq həm sudurqalı idi, anadan gəlmə yarımçıq idi, sarılıq idi. Gözəl olduğu üçün elə bir müalicə, dəqiqə başında sudurqa keçirirdi. Müalicəyə pulumuz çatmırdı. Özümün malım var idi, damım var idi, evim var idi, maşınım kimi. Ən axırda o balaca uşaq sudurqalıdır, üzr istəyirəm. Elə nə varsa hamısı getdi. Bu dəqiqə hələ onun borcundan da qurtarmamışam. Elə borc üstə yıxıldı. Dedilər, Yevlaxda belə bir yer var, fermadır. Orada işləməyə gedə bilərsinizsə gedək. Belə suyu belədir, işığı var, hər şəraiti var. Pulu dedilər 200 manat veririk, taxılının ununu veririk. Dedik ki, 70 ilə bircə il olsa da oturaq, qayıdıb evimizə gedərik. Şəhlanın sözlərinə görə qonşuları Ələddinlə münasibətləri pis olmayıb. Elə Ələddinin ölümü ilə nəticələnən hadisə də əslində adi bir mübahisədən başlayır. Bizdən başqa ayrı çobanda işləyirdi. Ayrı yerdə qalırdı, elə bir qonşu kimi idik də belə. Səhər durdum, firma yiyəsi də demişdi ki, heyvanı taxıla qoymazsınız da ola. Taxıl vaxtıdır da. Bizə kəndə çağırdım ki, heyvanlar taxılıda olur, qaytarasınız. Yoldaşım da sahəyə heyvan ötürməyə getmişdi. Bir də mənə nələrik söyüş elədi. Ağacla məni döydü. Döyəndə yoldaşı əlindən ağacı aldı, atdı. Əlində də qoyun qırxan qayçı var idi. Saxladı, qadın qolumu tutubdu. Güya indi haraçılıq elədiyi üçündür. Özü də mən ağacla döyür. Hamilə, qalxdıqca ağacla döyür. Qalxdıqca ağacla döyür. Uşaq da yanında 3-cü sinif şagirdi. El orada vurdur, orada söyür. Ağacı belə əlindən düşdü, gördüm qayçı əlində idi, qolun qırxan qayçı. Mənə yendirmək istəyir. Elə hüsnü, belə bir anlıq özümü itirdim də. Qayçını aldım ki, kənara atam.
Heç vaxt istəməzdim ki, o ölsün. Kənara atdığım yerdə ürəyinə dəymişdi. Ürəyin pərdəsinə dəymişdi. Xəsarət alan qonşusuna yardım üçün həkim gəlsə də, onun həyatını xilas etmək mümkün olmur. Beləcə, Şəhlanın həbsxana həyatı başlayır. Nə qədər skor çağırdıq, həkim çağırdıq. Həm həkim zəbcir gəldi, sonra da polislər çağırdı. Düzdür, mən bir kəlmə söz deməmişdim, o mənim arayaq kəlmələrlə söydü, döydü, təhqir elədi. Qadın xeylağıyam, başladı, üzr istəyirəm, bağışlayın, əl atmağa ora-burama. İnandırım ki, sizi mən heç vaxt istəməmişəm ki, o insan ölsün. Mən öz qadınlığımı, mənliyimi qorumuşam. İstəməmişəm ki, səhərsi günü yoldaşıma desin ki, mən bu adamı döydüm, əl atdım sinə başına, bağışlayın, üzr istəyirəm. Yenə də özümü müdafiə edirdim. Mən heç vaxt istəməzdim ki, o insanı qəsd qərəzliyim olmayıb, dalaşmamışıq, söyüşməmişik heç vaxtı. Şəhla ilə söhbətimizin əvvəlində bizə danışmağa imkan verməyən bu balaca yavrunun adı Ümiddir. O, həbsxanada dünyaya gəlib. Hələ anasının bətnindəykən həyat ona özünün ən sərt üzünü göstərib. Aylıq idi, 7 aydan sonra. 7 aydan sonra Ümid dünyaya gəldi. Mən hamilə vəziyyətimdə məni döydü. O vəziyyətdə də tutuldum, həbsxanaya düşdüm. Bilirsiniz, o biz uşaqlarla ayrı olduğum üçün elə ümidimi ümidə bağladım. Bir tərəfdən düzdür, onları da fikirləşirəm, onsuz duramıram. Amma ümidlə ki, belə təsəllərim ki, elə ümid yanımdadır. Ümidlərlə, ümidə çox ümidimi bağlamışam ki, yaxşı olar, gələcəyi yaxşı olar. Belə deyərdim ki, alın yazımdır, ümid mənim. Ümid həyatda olmalıydı. Uşaqlarım körpədir, evim satılıb. Bu dəqiqə palatkada yaşayırlar. Kim baxır indi orada uşaqlarınıza? Yoldaşım özü baxır. Yoldaşım özü baxır. Vəziyyətləri yaxşı deyil. Uşaqlar körpədir, xəstə olduğu üçün biri də düzdür, yeriyir, amma danışmır. Xəstə olduğu üçün qoyub gedə bilmir heç yana. Dilini heç kim bilmir onun. Onun dilini heç kim bilmir. Ona görə ki, uşaq sudur bağlıdır. Hər an o gedə bilər. Mənə adiyyəti orqanlardan köməklik eləməklərini xahiş edirəm. Uşaqlar üçün. Onlar sanki dahi Viktor Hugo'nun səfirlərindəki bir epizodu xatırladırdı. Bastiliya meydanında taxtadan və daşdan düzəldilmiş, görkəmindən kədər yağan köhnə gürüş bir fil abidəsi. Dağıdılmış və içi oyulmuş bu abidə başlarında balaca qəhrəman qavroş olmaqla səfil fidanların sığına biləcəyi yeganə istəyirdi. Güya isti, həm də unudulmuş. Bura isə Bastiliya yox,
Göygöl şəhərinin Morov qəsəbəsidir. Şəhlanın həyat yoldaşının 4 övladı ilə birgə sığındığı bu komaya bənzər yuvasa onların evi sayılır. Əslində, görüntü özü hər şey deyir. Ata qüruruna sığınıb kimsəyə yük olmaq istəmir. Fəqət bu günahsız yavruların baxışlarısa insanın qəlbini oyur. Mən özüm pişirib düşürəm. Çörəyini özüm eləyirəm, paltarlarını özüm yuyuram yeri gəlsə. Bir də bacım eləyəndə, bir də qardaşımın yoldaşı eləyəndə ikinci dəfə özün tutmur. Məcbursan özün eləyirsən. Uşaq dərsə gedir. Məktəb o deyir, bax orada o krişalı ev görüşürük, bax olur. Oradadır məktəbdə. Uşaq gedir dərsə. Böyük qız 6-da oxuyur. Ondan balacası 5-də oxuyur. Üzürsən, balaca oğlundan biraz yekə oğlum 3-də oxuyur. O balacası hələ 4 yaşına təzə keçib. İl yarımdır işləmirəm də. Qalmışıq belə. Kətdən biri məsəl üçün 100 kubik verib, biri 5 kisə sement alıb, biri dəmirini alıbdır. Sağ olsun qəsəbə cəmaatı. O qəsəbə 450 evdir. Hələ bir şey görürlər imkan yoxdur da. Uşağın palatqaladır, soyuqdur. Bu dəqiqə Allah qaxşam qalası burada tova 2 yorğan atıram yenə də. Mən yekəliyində adam üşüyürəm. Dərənin içində soyuq çəkir. Demirəm mən var istəyirəm, dövlət istəyirəm. Necə uşağımın başını daldalamağa görə. Muxtarlı Əfruzə Mübariz qızı. Atam paltarımızı yuyur, bizi çimizdirir, çörəyimizi pişirir, sədin axşamı kimi durur üstümüzü örtür. Mamamı öpürəm, bir də qardaşımı. Mən Muxtarova Aytaç Mübariz qızı. Mən varlı şəxslərdən diləmək istəyirəm ki, bizə kömək eləsin, çöldə qalmışıq. Gündəlik həyatımız keçir ki, qardaşım su istəyəndə dilini başa düşmürəm. Məni döyür ki, ver, mən başa düşə bilmirəm. Qardaş, sən nəsə demək istəyirsən? Bəli. De. Denən. Biz anamıza çoxlu salamlar göndəririk. Anam tezliklə çıxıb gəlsin yanımıza. Ya ana baxacaq. Sola. Bir tərəfdən özüm istəyərəm ki, bir xətər yetirəmmi, öldürəmmi, yenə də ümidə baxıram. Yox deyirəm, ümiddə baxıram. Tembolda çöldə mənim 4 balam var, yoldaşım. Anam ağlayar birdən.
İstəmirəm bir də anam gözü yaş görsün. Anam yetərin qədər yaşı ağlayıbdı. Balalarım bu vəziyyətdə, mən də xəstə adam, yoldaşım xəstə, imkan eləyə bilmirəm. Qabaqda yenə o ev satılmamışdan yaxın olurdu. Gündə 2 dəfə, 3 dəfə sürünə-sürünə gedirdim. İndi aralıdır deyin, gələ də bilmirəm. Bax, bu gələ özü uşağını çimizdirir, başını yuyur, məktəbə yola salır. Hamısı özünə baxır. Bir tərəfə işləməyə gedə bilmir. Atası, bu da qardaşı, bax bu ikisi siqaretini də onlar alırlar. Uşağının yeməyini də onlar alırlar. Ta indi də xəstədir, atası da xəstədir, qardaşının da bir dəstə balası var, imkan yoxdur. Xahişimiz odur ki, o imkanlı adamlardan başardıqları imkan yaratsınlar. Səhki bir ev qaralamaq istəyirdi, palatkada uşaq soyuqdan qırılır. Onlar günahsız və kasıb olsalar da ümidləri hələ qırılmayıb. Geyimləri əskimiş olsa da ürəkləri tərtəmiz sevgi ilə doludur. Onların ağladıqlarını duymaq üçün sadəcə göz yaşlarını görmək yox, qəlblərinin içini görə bilmək lazımdır. Analarını ekran vasitəsilə izləyən uşaqların hər birinin gözündə ağır və sarsıdıcı məna vardı. Amma oğlu eşqinin anasını izlərkən qeyri-ixtiyarı dediyi o 2 kəlmə söz həmin məqamda sanki dünyanın ən ağır kəlmələri kimi səsləndi. Kimisə nəsə sözü varsa desən. Mən anamı istəyirəm. O isə susurdu. Başını atasının dizində gizlədib baxışlarını qaçırırdı. Nəhayət ki, bu utancaq gizlanpaç oyunundan onu şirin yuxu qutardı. Onu ağuşuna alansa bacısının çəlimsiz və gücsüz qolları oldu. Halbuki bu yavru gözəlin özünün isti ana qollarına ehtiyacı var. Bəs görəsən, analarının bu sözləri az da olsa onlara təsəlli verə biləcəkmi? Harda olmağımdan asılı olmayaraq, mən onları heç birindən ayrılmıram. Onlar həmişə mənim ürəyimdə var, olacaqdır. Ümidlərini üzməsinlər, mərd dursunlar. İstəmirəm onları ağlasınlar, göz yaşı töksünlər. Hamısını ayrılarlıqda öpüb bağırma basıb. İstəyirəm gələcəkdə çox belə, necə başa salım sizi, xeyirxah onsuz olmuşam insan bir. Ondan da artıq xeyirxah olmaq istəyirəm. Yəni zindan, bu əziyyət sənin düşüncələrinə xələl gətirməyib, humanistliyini qoruyub saxlamısan. Bəli, istəmirəm ki, kimsə yıxılanı qaldırmağa çalışarım, imkanım qədər. Nə qədər ki, imkan olsa, həyatda ki, yaşayıram, yıxılanı balta yox, qolundan qaldıraram, baltalamaram, qolundan tutub qaldıraram. Biz getdik, onlarsa soyuq və kasıb komalarında öz dərdləri ilə baş-başa qaldılar. Bu tənha, ağır və üzücü günlərində onlara əl tutmaq istəyən mərhəmətli insanlar yəqin ki olacaq. Tanrı öz bəndələrindən mərhəmətini heç vaxt əsirgəməyib. Sən də öz mərhəmətini göstər, böyük insan.